52-ci bölmədə biz tag questionlar haqqında məlumat əldə edəcəyik. Gəlin A variantına baxaq. Study these examples. Bu nümunələri öyrənək. You haven't seen Lisa today. Sən bugün Lizanı görməmsən. Elə deyil. Have you? No, I haven't. Yəni xeyr, görməmişəm deməkdir. Daha sonra baxaq digər nümunəyə. It was a good film, wasn't it? Yaxşı film idi. Elə deyilmi? Yes, it was great. Bəli, əla idi. Have you and wasn't it? Bax bu have you and wasn't it are question tags. Yəni question taglardır. Tag question'dır. Bax burada have you ayrıca verdiyimiz suallar. These are mini questions that you can put on the end of the sentence. Demək bunlar qısa suallardır. Hansı ki sən cümlənin sonunda, yəni cümlənin sonunda biz işlədirik. In question tags we use an auxiliary verb. Deməli tag questionlarda biz köməkçi feildən istifadə edirik. We use do, does, these for the present and past simple. Do, does indiki zaman dediyi üçün keçmiş zamandan istifadə edirik. Karen plays. Deməli Karen plays the piano. Doesn't she? Tag question necə olmalıdır ümumiyyətlə? Tag questionlarda diqqət etməliyik. Cümlə təsdiqdədirsə inkarda, inkardadırsa təsdiqdə verməliyik. Bu cümlə və digər bir məqam isə zamana diqqət etməkdir. Karen plays the piano. Deməli cümləmiz indiki zamanda olduğu üçün biz və Karen də qadın cinsi olduğu üçün does'dan istifadə edirik və qeyd edək ki, tag questionlarda biz yalnız əvəzliklərdən istifadə edirik. Yəni biz burada doesn't Karen verə bilmərik. Doesn't she olmalıdır. Təsdiq olduğu üçün inkarda, indiki zamanda olduğu üçün doesn'dan istifadə etmişik və Karen qadın olduğu üçün she'dən istifadə etdik. Karen pianino çalır, elə deyilmi? Well, yes, but not very well. Bəli, hə, amma çox yaxşı deyil. Yəni çox yaxşı çalmır. Növbəti cümləyə baxırıq. You didn't lock the door. Did you? Cümlə keçmiş zamandadır, inkardadır. İnkardadırsa tag question təsdiqdə verəcəyik. Did you? You didn't lock the door. Sənin qapını bağlamadın, elədir. Deməli, burada biz yenə də görürsünüz you şəxs əvəzi ilə, çünki burada you'dur. You'dan da olduğunu, yəni biz bir cümlə daxilində tag question istifadə edəriksə, bu zaman biz verilən cümlənin mübtədasına baxmalıyıq. Ona uyğun tag question seçməliyik. No, I forgot. Xeyr deyir, unuttum. B variantına baxırıq. Normally we use a negative question tag after a positive sentence. Normalda deyir biz təsdiq cümləsindən sonra inkar tag veririk və yaxud da positive question tag after a negative sentence. İnkar cümləsindən sonra isə deməli təsdiq sualı veririk. Kate will be here soon. Kate qadındır, onu she'dən istifadə etmişik. Gələcək zamandır, təsdiqdir. Ona görə inkarda won't şəklində veririk. There was a lot of traffic. Təsdiqdə olduğu üçün wasn't ilə verəcəyik. Joe should pass the exam. Yəni təsdiqdə olduğu üçün inkarda shouldn't he. Joe da oğlan cinsi olduğu üçün he'dən istifadə etdik. Shouldn't he. Kate won't be late. İnkar cümləsi olduğu üçün təsdiqdə will she. They don't like us. İnkar cümləsi olduğu üçün təsdiqdə do they. You haven't eaten yet. İnkar cümləsi olduğu üçün təsdiqdə have you'dan istifadə etmiş olduq. Notice the meaning of yes and no in answer to a negative sentence. İnkar cümləsindən cavabda verilən yes and no-nun mənasını qeyd edək. You are not going out this morning. Sən deyir ki, bu səhər çölə çıxmayacaqsan. Are you, elə deyilmi? Elədirmi? Yes. Yəni burada nə deməkdir? Yes, I am going out. Yəni bəli, mən çölə çıxacam. No, yəni mən çölə çıxmayacam deməkdir. Yəni yes deyirsə demək çıxacaq, no deyirsə demək çıxmayacaq. C variantı. The meaning of a question tag depends on how you say it. Demək deyir ki, sual cümləsinin mənası sən onu necə deməyindən asılıdır. If your voice goes down, əgər sənin səsin aşağı düşürsə, you are not really asking a question. Sən həqiqətdə sual vermirsən. You expect the listener to agree with you. Sən sadəcə səni dinləyənin sənlə razılaşmanı istəyirsən. It is a nice day, isn't it? Yes, beautiful. Yəni burada sadəcə deyirəm, hava gözəldir, elə deyilmi? Mənlə razılaşmasını istəyirəm, deyir, bəli, gözəldir. Paul doesn't look well today, does he? Deyir ki, Paul bugün yaxşı görünmür, elədirmi? No, he looks very tired. Xeyirdir, o çox yaxşı, doğrusu deyir, xeyr, o çox yorğun görünür. Yəni, yaxşı görünmür də, çox yorğun görünür. Liza's very funny. Liza çox gülməlidir. She's got a great sense of humor. Onun böyük bir yumor hissi var. Hasn't she? Yes, she has. Yəni, burada da yenə bizdən onun təsdiqlənməsini istəyirik. Bunu sadəcə olaraq, grammar olaraq bizə qayda olaraq bizə lazım deyil. Sadəcə səsləmə baxımından bu məlumatı bilmək maraqlıdır sadəcə olaraq. But if the voice goes up, it is a real question. Əgər bizim səsimiz yuxarı qalxırsa, səs tonumuz belə deyək, bu həqiqi sual olur.
You haven't seen Kate today. Sən bugün Kate'i görməmsən. Have you? Elədirmi? No, I haven't. Yəni mən görməmişəm. Have you seen Kate today? Yəni bugün sən Kate'i görmüsən. Yəni burada biz həqiqətən də sual veririk. Yəni bu real sual cavabını almaq istəyirik. Yəni. You can use a negative sentence plus positive tag to ask for things or information or to ask somebody to do something. Biz negativ inkar cümləsidir. İnkar cümləsinə biz əgər tagı təsdiqdə veririksə, bu hər hansı bir neysə soruşmaq, hansı məlumatı soruşmaq və yaxud da kiməsə neysə etməyə, xahiş etmək üçün verə bilərik. You couldn't do me a favor, could you? Sən deyir mənə, deməli, sən mənə belə deyək də, kömək edə bilmədin, elədirmi? It depends what it is. Deyir bu nə olmasından asılıdır. You don't know where Karen is. Sən Karen harada olduğunu bilmirsən, do you, elədirmi? Sorry, I have no idea. Təsvirdə mənim heç bir məlumatım yoxdur. D variantına baxırıq. Let us, deməli quruluşu let us deməkdir. Deməli qısaldılma şəklində let's şəklində verilir. The question tag is shall. Deməli let's ilə başlayanda tag question biz shall we ilə veririk. Let's go for a walk, shall we? Gəlin gəzməyə gedək. Gəlin gəzməyə gedək, elə deyilmi? Və burada bizim səsimiz yuxarı qalxır. Yəni yenə qrammatik cəhətdən bu önəmlidir. Sadəcə let ilə başlayan cümlənin shall we ilə tag questionla düzəlməsini bilmək lazımdır. After don't, the question tag is will you. Əmr cümləsidir və don't-dan sonra biz will you-dan istifadə edirik. Don't be late, will you? Deyirik ki, gecikmə, elədirmi? After I am, the negative questions tag is aren't I, am I not? Deməli biz əgər cümləmiz I am-la başlayırsa, bu zaman biz tag question'ı həm aren't I ilə verə bilərik, həm də am I not şəklində verə bilərik. I am right, aren't I? Mən haqlıyam, elə deyilmi? Yes, you are. Bəli, yəni sən haqlısan. Yadda saxlayırıq. I am ilə başlayan cümlənin tag question'ı aren't I ilə verilir və yaxud da am I not ilə verilir, amma amn't I şəklində verilə bilməz. Yəni belə deyək, am-la not-u qısaldırma şəklində amn't I olmaz. Ya aren't I olmalıdır. Bax bu bir quruş, bu da iki quruş. Am I not? Bu ikisi işlənə bilər yalnız.